Salam. 18-ci sınağın izahına baxaq. Ölkə əhalisinin sayı 17 milyon 850 min nəfər, yaşlı əhalinin sayı isə 2 milyon 856 min nəfər olarsa, bu ölkə üçün hansı ifadələr doğrudur? Rəqəmlərdən də gördüyümüz qədər yaşlı əhalinin sayı təxminən 16%-dir və bu kifayət qədər böyük rəqəm olduğuna görə bu rəqəmi inkişaf etmiş ölkələrə aid eləmək olar. Orta ömür müddəti aşağıdır şərti burada yanlış olur. Millətin qocalması baş verir şərti götürürlər. İqtisadi fəal əhalinin payı yüksəkdir. İnkişaf etmiş ölkələrdə bu belə olur. Miqrasiya saldosu mənfidir şərti yanlışdır. Belə ki, buradan gələnlər bura gələnlər buradan gedənlərdən çox olar. Təbii artım aşağıdır şərti doğrudur. Əhalinin əksər hissəsi kənd təsərrüfatından çalışır şərti də yanlışdır. Cavab C variantı. Bakı şəhərində günəş şüalarının 60 dərəcə və maksimum bucaqlığın altında düşdüyü zaman günəşin zenitdə olduğu enlikləri müəyyən edin. 60 dərəcə bucaq altından düşməsi üçün günəşin zenitdə olduğu coğrafi enliklə Bakının arasında 30 dərəcə coğrafi enlik fərqi olmalıdır. Yəni Bakıda 40 dərəcə şimal enində olduğuna görə Bakıdan 30 dərəcə cənubda olacaq 10 dərəcə şimal eni və maksimum düşmə bucağı da Bakı ilə eyni yarımkürədə yerləşən tropikdə olduğuna görə bu da olacaq 23,5 dərəcə şimal eni. Yəni cavab A variantı. Doğru ifadələri müəyyən edək. Tropik iqlim qurşağının materiklərin qərbində soyuq okean cərəyanları keçiş şərti doğrudur. Bütün materiklərin qərbində, Avstraliyanın qərbində Qərbi Avstraliya, Afrikanın qərbində Kanar və Bengal, Cənubi Amerikanın qərbində Peru, Şimali Amerikanın qərbində isə Kaliforniya cərəyanı keçir. Birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi variantları silirəm. Yerin günəş ətrafında hərəkəti nəticəsində cərəyanlar şimal yarımkürəsində sağa, cənub yarımkürəsində sola meyl edir şərti yanlışdır. Belə ki, cərəyanlar əsasən daimi küləklərin təsiri ilə hərəkət edir və onların istiqamətləri yarımkürələr üzrə fərqli olur. İkinci şərt yanlışdırsa, A və C variantlarını da silirik. Soyuq cərəyanlarda suyun duzluğu isti cərəyanlara nisbətən daha çox olur şərti yanlışdır. Belə ki, soyuq cərəyanlar qütb enliklərindən, isti cərəyanlar isə aşağı enliklərdən öz hərəkətlərini başladıqlarına görə soyuq cərəyanların duzluğu nisbətən az olur. İsti cərəyanlar alçaq coğrafi enliklərdən yüksək coğrafi enliklərə doğru hərəkət edirlər şərti doğrudur. Şimali Atlantik cərəyanı təsiri ilə Şimal Buzlu okeanında donmayan dənizə formalaşır şərti də Barents kimi dənizə aid ola bilər. Cavab Y variantı. Doğru olmayan bəndi müəyyən edək. Paleozoy erasında Pantalas sahəsinin artıb azalması baş vermişdir. Kaynozoyda Tetis okean parçalanması və Qara, Aralıq, Aral və Xəzər dənizlərinin formalaşması baş vermişdir. Mezozoyda isə 4-cü dövr buzlaşması baş verməmişdir. Belə ki, bu dövr Kaynozoydadır. Proterozoyda qədim qırışıqların davam etməsi olmuşdur. Yəni Arxeida başlamışdır, Proterozoyda davam etmişdir. Arxeida isə güclü vulkanizmin başlaması şərti var. C variantı doğrudur. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edək. Yuxarı gölü Şimali Amerikada ən böyük şirin sulu göldür. Kanada və ABŞ ərazisindədir. Baykal gölü isə dünyanın ən dərin şirin sulu gölüdür və Rusiya ərazisindədir. Göl çuxurunun mənşəyi Venerin göllə eynidir şərti yuxarı gölünə aiddir. Çünki hər ikisi buzlaq mənşəlidir. Birinciyə 1. Birinciyə 1-in verilmədiyi variantları silirəm. Şirin suludur, hər ikisinə aiddir. Üçüncüyə 2. Bizə qalan variantlardan üçüncüyə 2 olmayan Y variantını silsək, cavab C variantı qalacaq. Qarışıq meşələr zonasında yerləşir, bu yuxarı gölə aiddir. Birinciyə həm də 3. Bir ölkənin ərazisindədir Baykal gölü, ikinciyə 4 və kontinental iqlim vilayətində yerləşir. Mülayim iqlim qurşağının kontinentalında yerləşməsi hər iki gölə aiddir. Üçüncüyə həm də 5. Cavab C variantı. Uyğunluğu müəyyən edək. Gəncə Daşkəsən iqtisadi rayonunda
Şəmkir rayonu yoxdur. Birinci şərti silərik. Birinci şərtin verildiyi variantları silirəm. Dağlıq Şirvanda Şamaxı rayonu üzümçülüklə məşğuldur. İkinci şərt bizə lazımdır. Mərkəzi Aranda Saatlı rayonu yoxdur. Üçüncü şərt də yanlışdır. Milmuğanda İmişli şəkər istehsalı məşğuldur. Şirvan Salyanda Biləsuvar rayonu yoxdur. Lənkəran Astarada Çəltikçilik Astara rayonundadır. Cavab E variantı. Xəritə sxemə əsasən A fiziki coğrafi rayonunun B fiziki coğrafi rayonundan fərqli xüsusiyyətlərini müəyyən edək. Burada Yuxarı Qarabağ fiziki coğrafi rayonu ilə Qonaqkənd fiziki coğrafi rayonları müqayisə edilir. Xarici dövlətlə həmsərhəddir. Hər iki fiziki coğrafi rayon həmsərhəddir. Fərqli xüsusiyyət soruşduğuna görə birinci şərti silirəm. Yura yaşlı süxurla yayılmışdır. Hər ikisi dağlıq ərazidir və Yura yaşlı süxurla yayılıb. İkinci şərtdə ortaqdır deyə silirəm. Maqmatik süxurla yayılmışdır. Qarabağda, Bərli, Qonaqkənddə xeyr. Üçüncü şərt bizə lazımdır. Su keçirməyən süxurların olması nəticəsində sürüşmələr baş verir. Şərti demək olar ki, bütün dağlıq ərazilərə aiddir. Dördüncü şərt lazım deyil bizə. Qar xəttinə malik deyil. Bəli, Qonaqkənd malikdir, amma Qarabağ qar xəttinə malik deyil. 5-i də götürərik. Filiz faydalı qalıqları malikdir. Qarabağ malikdir. Qonaqkənd isə malik deyil. Cavab A variantı. Cənubi, Cənub-Şərqi və Şərqi Asiya regionları üçün ümumi olmayan xüsusiyyətləri müəyyən edin. Qırmızı sarı firəli torpaqlar yayılıb şərti Şərqi Asiya üçün uyğun deyil. Birinci şərti götürərik. Ərazisində qalay Wolfram qoşağı yerləşir. Cənub-Şərqi Asiyada yerləşir, digərlərində yerləşmir. İkini də götürərik. Muson rejimli çaylara malikdir. Hər üçü malikdir. Fəaliyyətdə olan vulkanlara rast gəlinir şərti Cənubi Asiya üçün uyğun deyil. Həm Şərqi, həm də Cənub-Şərqi Asiyada var. Deməli, cavab 1, 2, 4-dür. Əhalinin sıxlığı böyükdür. Hər üçündə var. Dəyişkən rütubətli meşələr geniş sahə tutur. Hər üç ərazidə bunlara rast gəlinir. Yəni cavab C variantı. Uyğunluq pozulmuşdur. Ceyrançöl zonasında yağıntının 700-800 mm verilməsi uyğunluğun pozulduğunu göstərir. Yəni birinci şərt bizə lazımdır. Vulkanik yaylada 700-800 mm yağıntı verilir və soyuq iqlim tipi göstərilir. Yağıntıların paylanması xəritəsində vulkanik yaylada bu qədər yağıntının ola bilmə ehtimalı görünür. Ancaq hal-hazırda dərsliklərimizdə olan Azərbaycan iqlim tipləri xəritəsində vulkanik yaylada dağ tundra iqlimi göstərilmiş olsa da, Köppen-Geiger iqlim təsnifatında vulkanik yaylada soyuq iqlim verilib. Yəni burada sanki düzgün cavabı tapmaqda biraz çətinlik çəkirəm. Əgər o təsnifata görə götürəsi olsaq, vulkanik yaylada soyuq iqlimi götürməliyik. Cənub-Şərqi Şirvan düzündə 650-700 mm yağıntı olmaz. Üçüncü şərtdə götürərik. Qanıq Əyriçayda 600-800 mm arası yağıntı ola bilər və mülayim isti iqlim orada var. Dördüncü şərti götürmürük. Və Qobustan zonasında 600-800 mm arası yağıntı olmaz. Deməli, 5-ci şərti götürə bilərik. Bununla da A variantına silsək, 1, 2, 3, 5 olaraq ya 1, 2, 5 ya da 1, 2, 4 ya da 1, 3, 5 arasında bir variant çıxarılmalıdır. Ancaq kitabın cavablar səhifəsində B variantı götürülüb. Biz də həm B, həm də D variantını qeyd edirik. Xəritə sxemə əsasən yaz, qış və yay aylarında bol su olan çayların mövcud olduğu regionlar müəyyən edilir.
Sibir zonasının çayları yaz aylarında daşır. Deməli, birinciyə B, D. Birinciyə B, D-nin verilmədiyi variantları silirəm. Qış aylarında subtropikin Aralıq dənizi tipi çaylar bolsul olur. Yəni Y və F. 2-yə Y və F verilməyən B variantını da silirəm. Və yay aylarında bolsul olan musson rejimli A və subekvatorial zonada yerləşən C ərazisini götürmək olar. Cavab C variantı. İnkişaf etməkdə olan ölkələrə aid olan səciyyəvi əlamətləri mənli. Sənayesi əsasən yerli xammala əsaslanır şərti doğrudur. İnkişaf etmiş ölkələr gətirilmə xammala əsaslanır. Birinci şərtin verilmədiyi variantları silirəm. Ancaq struktur işsizlik müşahidə edilir şərti yanlışdır. Struktur işsizlik bütün ölkələrdə mövcuddur. Ancaq inkişafda olan ölkələrdə işsizliyin digər növləri də ola bilər. İkinci şərtin bizə lazım deyil. İqtisadiyyat daxili tələbatının ödənilməsinə istiqamətlənmişdir. Bəli, bu şərt də doğrudur. Üçüncü şərti götürərik. Fəal əhali əsasən üçüncü sektorda çalışır şərti yanlışdır. Çünki belə ölkələrdə əsasən əhali xidmət sektorunda deyil, hasilat və emal sektorunda işləyir. Dördüncü şərtdə silərik. Kənd təsərrüfatında heyvanların xüsusi təşkil edici şərti inkişaf etmiş ölkələrə aiddir. Demoqrafik partlayış işsizlik problemini kəskinləşdirir şərti də doğrudur. Cavab D variantı. 60 dərəcə şərq uzunluğundan ekvator boyunca uçan təyyarə əvvəlcə 270 dərəcəli azimutla 4440 km, sonra 180 dərəcəli azimutla 4995 km uçmuşdur. Onun çatdığı məntəqənin koordinatları mənlidir. Deməli, ekvator və 60 dərəcə şərq uzunluğunun kəsişməsindən hərəkətə başlayan təyyarə qərb istiqamətinə 4440 km, yəni 40 dərəcə uçubsa deməli çatıb 20 dərəcə şərq uzunluğuna ekvator boyunca uçduğuna görə və 4995 km 111-ə bölsək 45 dərəcə cənuba doğru gəldiyinə görə çatır 45 dərəcə cənub enliyinə. Çatdığı məntəqənin koordinatları 45 cənub və 20 şərqdir. Cavab D variantı. Yanlış bəndi müəyyən edək. Təbii zona, düzənlik, torpaq. A variantında çöl zonasını aşağı Dunaya və şaballı torpaqları tətbiq edib, bu doğrudur. Yarımsəhra Xəzəryanı boz torpaqlar doğrudur. Qarışıq meşə, Qərbi Sibir, çimli Poçov şərti doğrudur. Enliyarpaqlı meşə, mərkəzi düzənlik, Şimali Amerikada qonur torpaqlar doğrudur. Savanna, La-Plata, qırmızı qonur şərti isə doğru deyil. Cavab Y variantı. Təbii zonalar və torpaq xəritəsindən bunu görmək olar. 2018-ci ildə Azərbaycan əhalisinin ümumi sayı 9.898.100 nəfər, kənd əhalisinin sayı isə 4.660.300 nəfər olmuşdur. 2010-cu ildə şəhər əhalisi 4.747.900 nəfər olmuşsa, şəhər əhalisinin orta illik artımını müəyyən edək. Bunun üçün əvvəlcə 2018-ci ildə ümumi əhalidən kənd əhalisinin sayını çıxaq ki, həmin vaxtda şəhər əhalisinin miqdarını tapmış olaq. 9.898.100-dən 4.660.300 çıxsaq, cavabımız 5.237.800 nəfər olacaq. Və 2010-cu ildə bu rəqəm 4.747.900 nəfər olmuşsa, bunların fərqi 489.900 nəfər olacaq. Və nəzərə alsaq ki, burada 2018-ci ildən 2010-cu ilə qədər 8 il keçmişdir. Bu rəqəmi 8 ilə bölsək, təqribən 61,2 alınar. Cavab D variantı. Yanlış fikir müəyyən edək. İqtisadi coğrafi mövqe təbii və iqtisadi amillərin məcmusudur. Şərti doğrudur. Geosiyasi mövqe qlobal miqyasda olan siyasi coğrafi mövqedir. Bu da doğrudur. Mezo mövqe regionun dünyadakı iqtisadi mərkəzlərə
nəzərə mövqeyidir. İqtisadi mərkəzlərə nəzərə mövqeyi şərti yanlışdır. Mikro mövqe ölkənin qonşu ölkələrə nəzərə mövqeyidir şərti doğrudur. Kurort turizm ehtiyatları əhalinin istirahəti və müalicəsi üçün istifadə edilən təbii və antropogen mənşəli ehtiyatlardır şərti də doğrudur. Doğru bəndləri müəyyən edək. 4 və 5 rəqəmləri ilə verilən Lənkəran, Astara və Quba Xaçmaz iqtisadi rayonları ölkənin mühüm tərəvəzçilik regionları şərti doğrudur. Biri Faraş, biri Gecetçin. 3 və 8 rəqəmləri ilə verilən Şəki-Zaqatala və Abşeron, Xızı iqtisadi rayonları polimetal yataqları mövcuddur şərti yalnızca 3-ə aiddir. Deməli, ikinci şərt yanlışdır. 1 və 7 rəqəmlərlə verilən Mərkəzi Aran və Gəncə Daşkəsən iqtisadi rayonlarının ərazisindən Bakı-Erzurum qaz kəməri keçir. 5 və 7 rəqəmləri ilə Quba Xaçmaz və Mərkəzi Aran iqtisadi rayonları verilib. İri seslər fəaliyyət göstəriş şərti Quba Xaçmaza aid olmaz. 2 və 8 rəqəmləri ilə verilən Abşeron, Xızı və Bakı iqtisadi rayonlarında şəhər əhalisinin payı çoxdur şərti doğrudur. 1 və 6 rəqəmlərlə verilən Gəncə Daşkəsən və Naxçıvan iqtisadi rayonlarında beynəlxalq əhəmiyyətli neft kəməri keçid şərti yalnızca 1-ə aid olar. 6-cı şərt də yanlışdır. 1, 3, 5 cavab Y variantı. Süveyş kanalının əlaqələndirdiyi limanlar. Orta məktəb təhsilindəki limanlar xəritəsindən görə bilərik ki, Süveyş kanalı burada Aralıq dənizində olan hər hansı limanla digər limanların arasında əlaqə qura bilər. Yəni A variantında Marsel Aralıq dənizindədir, Singapur Cənub-Şərqi Asiyadadır ola bilər. İskəndəriyyə Aralıq dənizindədir, Şanxay Çindədir, bu da ola bilər. Cavab A variantı. Xark İran körfəzindədir və o Hörmüz boğazı vasitəsilə əlaqə saxlayır digər limanlardan. Singapur və Osaka biri Cənub-Şərqi Asiyada, biri Yaponiyada Süveyş kanalından istifadə etməzlər. Marsel Novorossiysk şimala doğru getdiyinə görə Süveyş kanalından istifadə eləməz. Havr, Yeni Orlean biri Avropada, digəri Şimali Amerikada Süveyş kanalından istifadə etməz. Ekoloji vəziyyətin gərgin olduğu regionlar müəyyənləyin. Cənubi Asiya, Hindistan zonasını götürmək olar. Avropanın mərkəzi, bəli, yüksək inkişaf etmiş ölkələrdə zavod fabriklərin çox olduğu ərazilərdə hava daha çox çirklənir, sular daha çox çirklənir. İkini də götürmək olar. Şimali Amerikanın şimalı daimi donuşluq zonasına aiddir. 3 bizə lazım deyil. Cənub-Şərqi Asiya regionu da bizə lazım ola bilər. Əhalinin sıx məskunlaşdığı yerlərdədir. Avstraliyanın mərkəzi isə səhra yarımsəhralardır. Orada ekoloji vəziyyət o qədər gərgin olmaz. 1, 2, 4 cavab D variantı. Qarabağ vulkanik ərazi üçün səciyyəvi deyil. Daha çox antropogen təsirə məruz qalan ərazilərdəndir şərti götürülə bilər. Çətinə antropogen dövrə aid suxurlar rast gəlinir, vulkan düşürmələri zamanı baş vermişdir. Bəli. Təbii şəraiti əkinçilik üçün əlverişlidir şərti yanlışdır. Çünki burada soyuq iqlimi var və ya dağ tundra iqlimi. Bayaqki sualın nəzərindən bunu demək olar. Talış dağları ilə eyni tektonik zonada yerləşir. Bəli, hər ikisi Kiçik Qafqaz tektonik zonasındadır. Çayları qidalanmasına yeraltı suları üstünlük təşkil edir şərti də doğrudur. Buradan başlayan çayların hamısı birbaşa kürə tökülür şərti yanlışdır. Bir hissəsi Bərgüşad kimi çay Araza tökülür və ya Arpa çay Araza tökülür. Deməli, 1, 3, 6 cavab A variantı. Xəritə sxemə əsasən doğru bəndləri müəyyən edək. 1 qalay doğrudur, 2 təbii qaz doğru deyil. 1 qızıl doğru deyil, 1 neft ola bilər, 2 polimetal doğru deyil, 1 qalay, 2 daş kömür, 3 dəmir filizi, 4 neft bu doğrudur. Cavab D variantı. Xəzər dənizində axınlar saat əqrəbinin əksinə dövr edir şərti doğrudur. Şərq sahilində duzluluq qərbin nisbətən daha azdır şərti yanlışdır. Qərbində daha çox çay tökülür Xəzərə. Mənbəyi ancaq sahil ölkələrində yerləşən çaylar üçün eroziya badisi şərti yanlışdır. Çünki Türkiyədən axan çaylar üçün də eroziya badisidir. Ən böyük körfəzi Qızılağac deyil, Qaraboğaz Qol körfəzidir.
Qış aylarında 40 dərəcə şimal enindən qədər səthi buz bağlı şərtdə yanlışdır. Bu əsasən 44 dərəcə şimal enindən daha yuxarılara aiddir. Y variantda yanlışdır. Beynəlxalq əhəmiyyətli nəqliyyat yollarının keçdiyi inzibati rayonları müəyyən edək. Gədəbəydən keçmir, Goranboydan keçir, Bərdidən keçmir, Ağdaşdan keçir, Yardımlıdan keçmir, Şabrandan keçir. Yəni Bakı-Tiflis istiqamətinə gedən yollar Goranboy və Ağdaşdan keçir. Bakı-Dərbənd istiqamətinə gedən isə Şabrandan keçər. 2, 4, 6 cavab C variantı. Kənar horizontal ilə B məntəqəsi arasında temperatur fərqi 1,8 dərəcə olarsa, A və C məntəqələri arasında atmosfer təzyiqini hesablayaq. Kənar horizontal 0 metrdir və onunla B məntəqəsi arasında 3 dənə kəsmə yüksəkliyi var. 3 dənə kəsmə yüksəkliyi 1,8 dərəcə isə, deməli bir dənə kəsmə yüksəkliyi 0,6 dərəcə ilə. Və 0,6 dərəcədə 100 metr deməkdir. Belə çıxır ki, A və C məntəqələri arasında da 3 dənə kəsmə yüksəkliyi var. Hərəsi 100 metrdən olacaq 300 metr və 300 metr hündürlük 30 mm civə sütunu təzyiq deməkdir. Adam başına düşən kənd təsərrüfatının məhsulunun daha çox olduğu inkişaf etməkdə olan ölkələri müəyyən edək. Adam başına düşən şərti varsa, hər zaman Hindistan və Çini ən axıra salmaq olar və ya seçimdirsə onları o siyahıdan çıxartmaq olar. Yəni altını ələyə bilərik. 240 milyondan çox əhalisi olan İndoneziyanı çıxa bilərik və təbii ki, Efiopiyanı da çıxa bilərik. Burada əhalisi nisbətən az və inkişafda olan ölkələrin içərisində öz səviyyəsinə görə nisbətən öndə olan Cənubi Amerika ölkələrini götürmək olar. Yəni Argentinanı və Braziliyanı, qismən Uruguayı da götürmək olar. 3, 4, 5. Özbəkistan və Türkiyə üçün oxşar xüsusiyyətlər. Heyvandarlıq əsasən ətlik və ətlik südlü istiqamətlərdir şərti doğru götürülə bilər. Əhalisi Altay dil ailəsinin Oğuz qrupuna aid yalnızca Türkiyəyə aiddir. Özbəklər Uyğurdur. Şəhər əhalisinin payı çoxdur şərti deyil. Əkinçilik suvarma şəraitinin aparılan şərti doğrudur. Qaragül qoyunçuluğu Türkmənistandadır. Oxşar xüsusiyyət deyil. Pambıq istehsalına görə fərqlənir. Bu ölkələr hər ikisi fərqlənir. 1, 4, 6. Uyğunluq gözlənilməmişdir. Xromit adı yazılıb, amma dəmir filizi verilib. Deməli, biri götürərik. Civə yazılıb, işarəsi doğrudur və yatağın adı da doğru verilib. Civə narzanlı götürməlik. Dəmir filizi yazıldığı halda xromit verilib. Götürərik. Qızıl yazıldığı və işarəsi düz verildiyi halda ağ yataq civə yatağının adı verilib. Deməli, 4 də bizə lazımdır. Mis yazılıb, işarəsi düzgün verilib və yatağın adı da düzgün göstərilib. 1, 3, 4. Uyğunluğu müəyyən edək. Türyan çay, Tərtər çay. Qidalanmasına yağış suları üstündür. Hər ikisinin qidalanmasına yeraltı sular üstündür deyə A şərti heç birinə aid deyil. Çay üzərində SES inşa edilib şərti Tərtər çaya aiddir. Mənbəyi daha yüksəkdə yerləşir şərti. Türyan çayın mənbəyi Tufandağdadır, 4191. Tərtər çayın mənbəyi Gəlinqayadadır, 3335. Deməli, bu şərt Türyan çay üçün uyğundur. Birinciyə C. Kürün sağ qoludur. Tərtər çayından söhbət gedir. İkinciyə D. Və toplayıcı hövzəsinə bərabər yağıntılı mülayim isti iqlim tipi formalaşıb, iqlim tipləri xəritəsində 5 rəqəmi ilə verilib və Türyan çaya aiddir. Birinciyə Y. A ölkəsi 12-ci saat qurşağının qərb sərhədi ilə 40 dərəcəli paralel kəsişməsində yerləşir. Bu arada burada şimal və ya cənub olduğu hələ ki göstərilməyib. Ölkə ərazisi 2 böyük və çoxsaylı adadan ibarətdir. Təsərrüfatın tarixi inkişaf yoluna görə köçürülmə kapitalist ölkəsi hesab olunur. Ölkənin coğrafi mövqeyi, iqlim və təbii kompleksləri təsərrüfat sahələrinin inkişafına və yerləşməsinə təsir edir. Köçürülmə kapitalist ölkələri Şimali Amerikada Kanada və ABŞ, Cənubi Afrika Respublikası, Avstraliya, Yeni Zelandiya kimi ölkələr olduğunu nəzərə alsaq,
12-ci saat qurşağının qərb sərhəddi və 40 dərəcəlik cənub enliklərinin arasında Yeni Zelandiya var. 28-ci suala baxaq. A ölkəsinə aid məlumatlar. Ölkənin adı Yeni Zelandiyadır. Paytaxtı Wellingtondur və inzibati quruluşu unitardır. 29-cu sual. A ölkəsinin təbii şəraiti və təsərrüfatına aid xüsusiyyət əməklər. Yerləşdiyi iqlim qurşaqları mülayim və subtropik, ərazisində olan təbii zonalar enli yarpaqlı və dəyişkən rütubətli meşələrdir. İxtisaslaşma sahələri ən azı 2 nümunə, südlük heyvandarlıq, ət və süd istehsalı. 30-cu sual. Xəritə sxeminə əsasən təsərrüfatın tarixi inkişaf yolu A ölkəsi ilə eyni olan ölkələri müəyyən edək. Kanadanı, Cənubi Afrika Respublikasını və Avstraliyanı qeyd eləmək olar. 2, 5, 6.